Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun bərpasının layihələndirilməsi başa çatdırılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında məlumat verib. Nazirin sözlərinə görə ildə 15 milyon tona qədər buraxılış qabiliyyətinə malik Zəngəzur dəhlizinin tikintisi intensiv şəkildə davam etdirilir. Horadiz-Ağbənd dəmir yolu ilə bağlı işlər 2026-cı ildə başa çatdırılacaq. Paralel olaraq Naxçıvan istiqamətində dəmir yolunun bərpası üzərində işləyirik deyə nazir bildirib. Rəşad Nəbiyev onu da qeyd edib ki, bu ilin fevral ayından Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycan dəmir yollarının strukturuna inteqrasiya edilib. Cari ilin 10 ayı ərzində Bakı limanında Azərbaycan dəmir yolları tərəfindən emal olunan yüklərin miqdarı isə təxminən 40% artıb. Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü saxlanılıb. Binəqədi şosesində Chevrolet markalı maşını idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rızayevin dəfələrlə yol hərəkəti qaydalarını pozduğu və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratdığı müəyyən edilib. Məsuliyyətdən yayınmaq üçün o avtomobilin dövlət nömrə nişanını da çıxarıb. Polis əməkdaşları tərəfindən saxlanılan sürücü qanunvericiliyə uyğun olaraq 30 gün müddətinə inzibati qaydada həbs edilib. Paytaxtda keçmiş SSR bayraqları ilə yürüş etməyə cəhd göstərən şəxslər saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Abdullah İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak edən digər şəxslər saxlanılaraq barələrində cinayət işi açılıb. İlkin istintaq zamanı onların başqa bir dövlətin dəstəyi ilə ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərdikləri müəyyən edilib. Həmin şəxslərə məxsus ofisə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlmiş çoxsaylı materiallar, bayraqlar, radikal məzmunlu kitablar və müxtəlif elektron daşıyıcılar aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını müsbət qiymətləndirib. Nazir sənədin əhatəli mətninin ən qısa zamanda imzalanacağına ümid bəslədiyini bildirib. Yaşar Gülər həmçinin Türkiyənin bir çox regionda beynəlxalq təhlükəsizlik, sülh və sabitliyə mühüm töhfələr verdiyini açıqlayaraq, bu çərçivədə Azərbaycanla ikitərəfli əlaqələrin gücləndirildiyini vurğulayıb. Onun sözlərinə görə Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması istiqamətində müdafiə sənayesi, kadr hazırlığı və məsləhət fəaliyyəti sahələrində ciddi irəliləyiş əldə olunub. Noyabrın 27-sində ölkə ərazisində havanın 20 dərəcə isti olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-12, gündüz 15-17 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 5-9, gündüz 16-20 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.